O ürəkdir, candır, həm də qan, nəfəs. Ailədə tək qibləgah atadır. Atadır övladı üzü ağ edən, atadır təpəni uca dağ edən, atadır viranı cənnət bağ edən, övladın yolunda mayaq atadır. Salam Nəzəralı müəllim. Salam. Sizi təbrik edirik. 70 yaş münasibəti ilə gəldi çıxdı bu yaşa. Qısaca olaraq həyatınız haqqında danışın. Belə də 1956 9 aprel tarixində anadan olmuşam. Parçaxalaç kəndində atam rəhmətli Qədirov bəy ola kolxozda işləyib, işçi olub, anam da kolxozçu olub. 10 evlad olmuşum. 4 oğlan, 6 qız. Şükür Allah hər biri yer olub, indi onların nəvələri, nəticələri də var. Mən özüm 70-ci ilə qədər Parçaxalaç 8 illik məktəbində, 72-73-cü ildə isə Salyan rayonu 2 nömrəli orta məktəbdə təhsil almışam. 1-ci il ali məktəbə qəbul ola bilmədim, Neft Akademiyasına vermişdim. Amma 2-ci il Gəncə Dövlət Universitetinə daxil olduq, o vaxt institut idi. Kimya, biologiya ixtisası üzrə qutardım. 13 il Salyan rayon Pamukənd orta məktəbində ixtisası üzrə müəllim işlədim. Sonra isə öz kəndimizdə ixtisası üzrə müəllim işlədim. 5 il bundan qabaq pensiya yaşımı çatdığına görə məktəbdən işdən azad elədilər. 5 ildir təqaüddəyəm. 3 evladım var. 2 qızım, 1 oğlum. Allaha min şükür, hər biri yer olub. İkisi təhsilli olub. Birin biraz tez xərclədim, belə deyək, qızı. Evladları var, ali məktəbi qutaran nəvəm var. Hal-hazırda saysam 4, 3, 7, 9 nəvəm var. Bu yaxınlarda bir nəticəm də oldu, Allah mehman sənə də qismət eləsin. Hal-hazırda həyat yoldaşım Həyat xanımla bir yerdə Parçaxalaç kəndində yaşayıram. Və kiçik təsərrüfatla məşğul olub. Yeri düşəndə sizi kimi məndə kamera alınan və olan həvalatları, olan məclisləri tarixə köçürdürəm. Bu qədər. Ətəyindən gündələydim dağların, yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yad çağlarım, yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yad çağlarım, yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yad çağlarım, yenə mənim o günlərim olaydı. Uşaqlığım təcəl olub bilirəm, gözəl çağlar orada qalıb bilirəm. O günlərin həsrətindən ölürəm, yenə mənim o günlərim olaydı. Yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yol çağlarım, yenə mənim o günlərim olaydı.
Bax 70 yaşında ən böyük səhvin nə olubsa, o da heç vaxt bağışlayamazsın. Nəsə olub belə. Bilirsən, səhvsiz insan yoxdur. Yəni Allah Taala'dan başqa bütün məxluqlar, bütün canlılar səhv eləyə bilir. Əsas odur ki, o səhvdən nəticə çıxardıb bir daha o səhv eləməyəsən. Bəli, hamının səhvi olur. O səhvdən nəticə çıxardanda o yaxşı hal kimi qiymətləndirilir. İnsan səhv eləyə öyrənir. Səhv eləməsən, yəni gələcək üçün nəyisə öyrənmək çətin olar. Belə. Yaxşı, ürəyində nəsə bir gizlətdiyin bir sir var, heç kimə deməmsən, amma demək istəyirsən. Yox, belə deyək də, mən üzr istəyirəm, dediyim sözə görə ola bilər indi bu kasetə məndən yaşca yuxarı olan insanlar da baxa bilər, aşağıda olan, yaşca kiçik olan insanlar da baxa bilər. Mən bu vaxta qədər nəyim varsa, üzr istəyirəm, bir daha deyirəm, ifadəmə görə ailəmlə paylaşmışım. Yəni, ailəmdən narazı qalmamışım. Ailəm mənim üçün, belə deyək də, kiçik bir dövlət olub. Bəli, evladlarım da Allah'a min şükür ki, bu vaxta qədər, indinin özünə qədər hal-hazırda nə sözümüzdən çıxmırlar. Bəzi hallarda elə olur ki, onların dediyi söz mənim üçün qanun olur. Çünki baxıram ki, doğrudan da düz sözdür, bu yolla geçsək daha yaxşı olur. Yəni, ürəyimdə gizli söz yoxdur. Məsələn, belə deyək də, mən həmişə Allaha dua eləmişəm. Düzdür, ibadət əhli olmasam da Allaha dua eləmişəm ki, şükür olsun sənə ay Allah. Mənə sağlam ailə vermişsən, sağlam evladlar vermişsən. Onların da Allah'a min şükür sağlam evladları var. Onların da tərbiyələri gözəldir. Mən həmişə onlara baxıram və fəxr edirəm. Yaxşı, bu müəllimlik dövründə müəllim elə bir peşədir ki, onun dərs dediyi şagirdlər, tələbələr hamısı onların barıdır. Bəli. Ən fəxr elədiyin şagird varmı? Var, ümumiyyətlə var. Məsələn, mən Safxozda işləyəndə 3 nəfər şagirdimizi qızıl medala layiq görmüşdük. Elə oldu ki, belə deyək də, o vaxt ki, mən söhbət eləyirəm hardasa bir 82-83-cü illərdə. O vaxt ki, təlim-tərbiyə ilə indiki təlim-tərbiyə arasında fərq çoxdur. Elə oldu, gəldilər, hər tərəfli yoxladılar. 1-2 fəndən 4 qiymət aldılar. Ona görə də onlara qızıl medal vermədilər, qırmızı diplom verdilər onlara. Həmən şagirdlər elə oldu ki, doğrudan həmən il 3-ü də ali məktəbə daxil oldu. Biri həkim oldu. Təsadüf elə gətirdi ki, Şirvan şəhərində soruşdum ki, Yusuf mübariz həkim. Getdim, tapdım mən onu. Siz təsəvvür ediyorsunuz, mən onu tanışlıq verəndən sonra, inan Allaha, bəlkə də istəsəydi, o mənim belə deyək də ayaqlarıma yıxılıb, məni o cür mənə xoş münasibət bəslədi. Yəni, inanmırdı ki, mən təsadüfən onunla görüşə biləm. Elə şagirdlərim olub. Ad günündü mübarək, şad günündü.